Salam hörmətli yoldaşlar. Mən Rahib Yüzbaşov, Qobustan Külək Enerji layihəsindən hər birinizi salamlayıram. Sosial şəbəkələrdən bir çox yoldaşlarımız, hansı ki gənc STEM mütəxəssislərdir, müxtəlif universitetləri bitiriblər və müxtəlif tədris mərkəzlərini bitirərək sertifikat əldə ediblər. Lakin təcrübələri olmadığı üçün müəyyən çətinliklər çəkirlər və onlar çoxsu demək olar ki, eyni suallar verirlər. Və o sualların hamısını cəmləyərək istədim ki, sizə kiçik bir video rolik cavab hazırlayayım ki, sizin hamınız üçün faydalı olsun. Deməli, yoldaşlar sual verirlər ki, bizə rəhbərlik sual verir ki, sizin bizdən tələb elədiyiniz STEM qaydaları və yaxud da ki, hər hansısa bir avadanlıq və s. almaq lazım olanda bunu bizdən nə üçün istəyirsiniz? Yəni, bu bir Azərbaycan Respublikasının qanunvericiliyində bir tələbi varmı və yaxud da ki, bu sifarişçinin mi tələbidir? Yəni, hara istinad edirsiniz? Yəni, sizin istədiyinizin səbəbi nədir? Bu öz istədiyinizdir, yoxsa bu bir qanunvericilikdir? Mən iki əsas gətirmək istəyirəm ki, burada sizin üçün bir faydalı olsun. Yəni, siz ora istinad edə bilərsiniz ki, hansı ki, iki mənbəyə ki, bəli, bu iki mənbəy bir Azərbaycan Respublikasının qanunvericiliyi, iki Beynəlxalq Əmək Təşkilatının hansı ki Azərbaycan Respublikasında 2023-cü ildə Milli Məclisdə təsdiqlənmiş bir sənəddir ki, biz artıq bu sənədə də istinad eləyə bilərik. Gəl, ilk öncə başlayaq Azərbaycan Respublikasının qanunvericiliyi. Azərbaycan Respublikasının Əmək Məcəlləsində 215, 216, 217, 218, 219 və 222-ci maddələrdə bizə kifayət qədər informasiya verir ki, biz hər hansısa bir şirkət və ya müəssisə, hər hansısa bir təşkilat əmək mühafizəsinə dair bu qaydaları yerinə yetirməlidir. Yəni, hər hansısa bir işi icra etməmişdən öncə təhlükəsiz iş şəraiti qurmalıdır. 2. Hər hansısa bir işi görmək üçün mütləq sağlam və təhlükəsiz alət və avadanlıq təmin etməlidir. 3. Sağlam və təhlükəsiz avadanlığa dair və ya görüləcək iş prosesinə dair sənədləşdirmə yerində olmalıdır. Yəni plan, prosedur və yaxud da siyasətlər, yoxlama vərəqləri, reportlar və s. yerində olmalıdır. Və 4. Həmin müəssisənin işçiləri üçün həmin təşkilat, həmin şirkət təlim və nəzarət tədbirləri qurmalıdır. 5. Həmin təşkilat və ya şirkət öz işçiləri üçün təlimlər təşkil etdikdən sonra əgər o təlimlər kifayət qədər effekt vermirsə, səriştəli işçilər cəlb etməlidir. Bax, bu ILO, yəni Beynəlxalq Əmək Təşkilatı da eyni sözü bizə öz hesabatlarında bildirir. Yəni, burada da bizə bildirir ki, bəli, həmin müəssisə, yəni hər hansısa bir şirkət öz işinə başlamamışdan öncə bu 5 dənə əsas faktoru öz şirkətində cəmləşdirərsə, o zaman STEM sistemini qurmuş olar. Əks halda bəs hansı proseslər baş verə bilər? Biz həmi hüquqi məsuliyyət altına düşmüş olarıq. Yəni, dövlət qurumları bizi cərmələyə bilər və ya sifarişçi bizi cərmələyə bilər və ya biz hər hansısa bir maliyyə itkisi ilə üzləşə bilərik və ya biz mənəvi zərər çəkmiş olaraq, yəni işçilər demotivasiya olacaq, həvəssiz olacaq, çünki zədələnmələr, xəsarətlər, avadanlıqlarda hansısa nasazlıqlar və s. işçilərdə demotivasiya yaradır ki, həvəslə işləmək istəmirlər. Ona görə də mən tövsiyə edirəm ki, bax, sizin rəhbərlik hər hansısa sizə mənə bir istinad yeri gətirir, məndən nə üçün bu şeyləri istəyirsən deyəndə, o zaman siz, bax, bu iki istinad yerini, bir Azərbaycan Respublikasının qanunvericiliyini, iki də Beynəlxalq Əmək Təşkilatının, hansı ki, Milli Məclisdə təsdiqləndiyi sənədləşməni artıq biz onlara istinad yeri olaraq gətirəcəyik. Əgər biz bunları öz şirkətimizdə, öz müəssisəmizdə rəhbərlikə təqdim etsək, güman edirəm ki, onlar da sizinlə razılaşacaqlar və bu sistemin qurulmasında maraqlı olacaqlar. Və beləliklə də siz bu sistemi quracaqsınız və tətbiq edəcəksiniz və riskləri minimuma indirəcəksiniz və hər kəs, hansı ki, hər birimizin arzusudur, necə sağlam işə gəlibsə, o şəkildə də, sağlam şəkildə də evə gedəcəklər. Bununla bağlı hər hansısa bir sualınız və ya ola bilsin ki, tövsiyəniz varsa, buyurun, tövsiyələrə açığıq və suallar varsa, bilik çərçivəsində, yəni bildiyimiz bir çərçivədə sizin suallarınıza cavab verə bilərik. Qulaq asdığı üçün təşəkkür edirəm, güman edirəm ki, sizin üçün maraqlı olar.